Bu müxtəlif əhl-i-sünnə mənbələrində gəlib, mən birini oxuyuram. İbn Əbil Hədid Nəhcullahın şərhində yazır. Gəlirlər evdən zorla deyir əleyhissalamı aparırdılar. Cemaat da baxır və mtələət şəvari'ul mədinəti bir rical. Mədinə küçələrdə kişilərlə doludur. Bu mənzərəni müşahidə edirlər. Və ra'at Fatimə salamullah aleyha ma sənə Ömər fəsaraxat. Xanım Zəhra salamullah aleyha görəndə ki, Həzrəti Əli əleyhissalamla belə davranırlar, xüsusilə Ömər başladı qışqırmağa. Fəsaraxat və vəlvələt və iştəmə mə kəthirun minəl haşimiyyət və qeyrihinnə. Xanım Zəhra salamullah aleyhanın fəryadından sonra Haşimilər və digərləri gəlib yığışdılar. Fəxərəcət ilə babin hucrətihə və nədəti ya Əba Bəkir mə əsrəə mə əğəritum ələ əhli beyti Rasulillah. Xanım Zəhra salamullah aleyha qışqırdı, dedi, Əbu Bəkir, nə tez Peyğəmbərin əhli beytinə xəyanət elədiniz. Vallah la ukəllimu Ömər həttəl qalla. And olsun Allaha, mən Allahla görüşənə qədər ondan danışmayacağım. Və axıra qədər də danışmadı xanım Zəhra salamullah.